Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda Avpark yaşayış kompleksində 3 mərtəbəli binanın birinci mərtəbəsində deməli 2 mərtəbə, yəni burada həm üst və həm də alt tərəfi yaşayışlı olan bir mənzil satışdadır. Yəni 88.2 kvadrat metr vaxt gördüyümüz bu birinci mərtəbə və buradan isə pilləkəndən ikinci mərtəbəyə qalxır ki, düşür ki, və o aşağıda da eyni kvadratdır 88.2. Bura dəhlizidir, evin girişidir və onu qeyd edim ki, evdə hər bir şərait var və evdə görünən bütün əşyaların hər biri qalacaqdır. İnternet xətti var, qaz, su, işıq daimidir, ehtiyac su çəni var, su filtri var. Bura dəhlizi və buradan onu dəhlizdə bax burada sol tərəfdə mətbəxi yerləşir. Mətbəx mebeli, hər bir şey var. Bax burada da su filtrini də göstərim sizə. Çox keyfiyyətli. Bax belə bir su filtri. Bax belə bir mətbəxi. Buradan balkona çıxışı. Kombi aparatı da bax burada balkonda yerləşir. Buradan sol tərəfdə bax belə bir zal otağı yerləşir. Geniş bir zal otağıdır. Evin 2 kondisioneri var. Gördüyünüz əşyaların hər biri yenidir və bunların hər biri qalacaqdır burada. Pəncərələrdə də dəmir barmaqlıqlar qoyulubdur. Çox gözəl və döşəməsi də taxtadır. Tam təmirli vəziyyətdə, yaşayışı tam yararlı bir vəziyyətdə və qiyməti də çox münasibdir. Və indi isə bir digər ikinci bir otağını da göstərim. Birinci mərtəbədə və bura isə ikinci bir otağı. Bax burada da kondisioner göründüyü kimi var. Bax belə bir şkafı da var bu otaqda. Otaqların hər birinin göründüyü kimi pəncərəsi var. Burada isə hamam otaqları yerləşir. Hamam otaqları ayrı-ayrıdır. Geniş bir hamam otaqlarıdır. Ümumiyyətlə kafeli. Evin bu hissəsi ilə tanış olduq. Qeyd etdiyim kimi Wi-Fi, qazı, suyu, işığı, hər bir şəraiti var. Kombi var, istilik sistemi, yəni kombi aparatı ilə kombi elədir. Və indi isə burada aşağı düşdükdə, bax buranı da otaq ediblər. Çox gözəl bir proyekt alınıbdır burada. Burada da əşyalar var, göründüyü kimi bax belə bir geniş otaq yaradılıb. Burada bir yataq otağı yerləşir. Əşyaların da, mebellərin hər biri yenidir. Yəni bax onu da qeyd edeyim ki, burada pilləkən altında bax belə bir kladovkası yerləşir. Birinci bax bu hissə, bu kladovka və bu aşağı mərtəbə, onu deyim ki, isti pol, yəni döşəməsi istilik sistemi çəkilibdir. Kondisioner üçün də işıq xətti də var burada. Burada belə bir ikinci bir otaq yerləşir. Ümumi baxanda 4 otaqdır. 4 otaq eləyir, tam təmirli vəziyyətdədir. Burada isə hamam otağı yerləşir. Bura isə kombi sisteminin və hər bir evdə çəkilən sistemlərin hər biri bax burada yerləşdirilibdir. Xətlərin hər biri. Yəni kombi aparatın özü eyvanda, balkonda yerləşir. Qeyd etdiyim kimi aşağı və yuxarı hissələrin hər biri 88.2 kvadrat metrdən ibarətdir və işıqlar da göründüyü kimi hər biri ayrılıbdır. Və evin də qiyməti qeyd etdiyim kimi çox münasibdir. Evin qiyməti 118.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır bütün əşyalar qalmaqla.